Salam Eşqi müəllim. Aleykümselam. 9 Mart 11-ci siniflərin buraxılış imtahanına bağlı nə deyə bilərsiniz? Çox əsəbiyəm. Çox da üzgünəm şagirdlərimizlə bərabər. Dərdimiz böyükdür. Dərdimiz böyükdür. İmtahanla bağlı nə demək olar? Hər şey ortalıqdadır. Düzdür. Mövzudan kənar heç bir şey yoxdur. Nə varsa hamısı orta məktəb proqramına əsasən salınıbdır. Sadəcə belə deyək də, blok imtahanıyla buraxılış imtahanının qrammatikası ən azından fərqlənməsi lazım idi. Məsəl üçün, mən baxıram burada 33-cü sual var ki, 2 dənə şeir verib və cədvəldəki şeirlərlə bağlı uyğun fikirləri, doğru olanı, birinə aid olanı, hər ikisinə aid olanı, bu tam olaraq bir blok sualı. Hə, proqramı əhatə eləyirmi? Eləyir. Amma din insaf da dinin yarısıdır da, işin bu tərəfinə baxaq. Sonra, məsəl üçün, buradan deyək ki, vasitəsiz nitq. Vasitəsiz nitqlə bağlı uşaqların çox heç düşünürdü ki, ümumiyyətlə sual düşməyəcək. Amma gəldi vasitəsiz nitqin tam özü düşdü. Uşaqların ən çox hazırlaşdığı, əziyyət çəkdiyi və bütün demək olar ki, indiyə qədər buraxılış imtahanında düşən əsas mövzu tabeli mürəkkəb cümlə və ya tabelsiz sintez ondan ümumiyyətlə düşmədi. Bu indi düşmədi. Bu o demək deyil ki, növbəti imtahanda da düşməyəcək. Qrammatika normaldır. 2-3 sualı blok səviyyəsində qalanı yazmaq olardı. Cümlə üzvün təhlilidir, nə bilim, hal şəkilçili söz tapmaqdır falan. Biraz diqqət istəyirdi. Amma gəldik mətn məsələsinə. Mətndə həqiqətən, yəni ikinci mətn, publisistik mətn sadəcə sualları tapmamaq deyil də, sadəcə mətni başa düşmək üçün mətn çox ağırdır. Biraz oxumaq lazım idi. Bu da uşaqların vaxtını alır. Uşaq OTK kimi deyil də. Məsəl üçün, il boyu OTK-ya gedən şagirdlər hamısı deyildilər ki, imtahan belə düşsə, 100-ü yıldıq. İmtahanı ümumiyyətlə biz full yazacağıq. Amma biz baxdıq, gördük ki, yəni OTK hara, DİM-in 9 Mart buraxılışı harada, dağlar qədər arasında fərq. Ən azından ikinci mətni bir uşaq gərək 3 dəfə oxusun ya. 3 dəfə oxumaq da o deməkdir ki, imtahanı bir 20-25 dəqiqəsi belə getdi. Bunun açıq sualları var, bunun cavablamaları var, qrammatikası var, qrammatikada da biraz ağırlıq var. İşin bu tərəfi var. Biraz uşaqlar gedib Elmlər Akademiyasında nəyəsə bir müdafiə eləməyəcəklər də, yəni bu qədər çətin salmağın da adı yoxdur deyə düşünürəm. 15 Martda da mövzu olaraq, onsuz da həmişə dediyimiz mövzular düşüb. Biraz dediyim kimi, bir dənə vasitəsiz nitqlə bağlı çox da üstündə durmurduq, amma gəldi vasitəsiz nitq düşdü. Demək ki, mövzu olaraq bütün proqramın hamısından düşə bilərmiş. Biz baxırıq, burada zərflərlə bağlı var, deyək ki, təsvirlənən, təsvirlənməyən feillərlə bağlı həmişə düşündüyümüz kimi bir dənə sintez sual var. İsmin hal şəkilçilərini sifətlə qarışıq bir dənə tapmaqla bağlı sual var. Düzəltmə sözlər, sadə sözlərlə bağlı bir sual var. Cümlə üzvlərinin təhlili hər il mütləqdir ki, düşdüyü kimi düzdür. Bu il düşən daha asan olubdur. Əvvəlki illərdə bu qarışıq bir sual olurdu. Məsələn, mürəkkəb adla bağlı çox primitiv bir sual var, deyək ki, asan suallar da var, həqiqətən. Yəni o çox primitiv bir sualdır. 15 Martda düşəcək imtahan da bundan çox güman ki, çox da fərqli olmaz. Sadəcə məsələ nədir? Rahat zənn eləməmək lazımdır özünü ki, uşaq deyir ki, mən məsəl üçün 2023-ün 24-ün imtahanını yazdım və yaxud da keçən il buraxılışını yazdım. Vəssalam, elə belə də düşəcək, belə də olacaq. Elə deyil. Adətə il boyu gördüyümüz məsələ odur ki, şagirdlər açıq sualları belə yarımçıq yazıblar ki, onsuz da bildim də nətər yazmaq lazımdır. Orada tam olaraq yazacaq. Biraz ətraflı şəkildə işləmək lazımdır. İndi 15 Martda da ciddi şəkildə hazırlaşmaq lazımdır. Yenə sual tiplərinin hamısına bir-bir baxmaq lazımdır. Mətnləri biraz sürətli şəkildə oxumağı bacarmaq lazımdır. Salam aleyküm. Belə. Başqa nədən danışaq? Əvvəlki illərə nisbətən. Əvvəlki illərə nisbətən onu heç kimsə inkar edə bilməz ki, Azərbaycan dili çətindir. Tapılmayacaq sual deyil. Sadəcə sualı tapmaq üçün mətnin ağırlığı var ki, mətndə qarma-qarışıqdır məlumatlar. Mətnin məlumatları çox qarma-qarışıqdır. Bu sualı tapmaq üçün qayıdıb yenə 2-3 dənə abzasa fərqli bir şəkildə sürətlə baxmaq lazımdır ki, bu da uşaq riyaziyyatı yazsın, ingilisini yazsın, biraz da həyəcan da basır yəni. Məsələ bu qədər bəsit yəni. Növbəti 15 Mart imtahanı üçün nə etsinlər? Növbəti 15 Mart imtahanı üçün nə etmək lazım çox? Oxuyacaqlar. Oturub sadəcə sınaq işləsinlər. Təkrar hansı qrammatikada, hansı məsələdə problemlər varsa ona baxsınlar. Feili bağlamada mı var, qoşma ilə şəkilçini mi qarışdırırlar? Tabeli mürəkkəb cümlə yenə də düşmə ehtimalı var, ona baxsınlar. Vasitəsiz nitqə baxsınlar. Nə sualları varsa bir-bir o sualları versinlər. Yəni, hər zaman məsələ bundan keçir. Bir də zamanında zamanı dəyərləndirib oxumaqdan keçir. İdi. Belə.
kanala abunə olsunlar. İmtahan Paylaşsınlar. şəxsləri özümüzü tuturuq ki, Allah sizə dəyməsin. Bu qədər. Yəni.